Sualda deyir ki, Heydər Əliyevin ilk prezidentliyi dövrünə aiddir. Heydər Əliyevin ilk prezidentliyi dövrü 1993-cü ildən 1998-ci ilə kimi olan dövrdür. A variantında deyir ki, Azərbaycan İslam Konfransı Təşkilatına üzv olması. Bu 1991-ci ildə olduğuna görə biz A-nı bu dövrə aid eləyə bilmərik. A variantını çıxdıq. B-də deyir ki, Sədrəy Dilruci Ümid körpüsünün açılması. Bu Heydər Əliyevin Naxçıvan dövründəki hakimiyyətinə düşür və Naxçıvandakı hakimiyyətinə düşür və bu prezidentlik dövrünə düşmür. Ona görə B-ni çıxırıq. C-də deyir ki, Azərbaycan Respublikasının konstitusiyasının qəbul edilməsi 1995-ci ildə prezidentlik dövrünə düşür. İlk prezidentlik dövrünə düşür daha doğrusu. Ona görə C doğru cavabımız olacaq elə. D-yə baxaq. Azərbaycanın BMT-yə daxil olması. Azərbaycan BMT-yə nə vaxt daxil olmuşdur? Bəli, 1992-ci ildə. Ona görə D də uyğun gəlmir. İlk prezidentlik dövrünə. D-ni də çıxırıq. E-də deyir ki, Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi. Kəlbəcər ermənilər tərəfindən 1993-cü ilin aprelində işğal edilib. Heydər Əliyevin isə ilk prezidentlik dövrü 1993-cü ilin oktyabrından başladığına görə E variantında düşmür, E-ni çıxırıq.